İlham xanım, bilirsiniz bizim xalçalar niyə bu qədər məşhurdur? O zərifdirlər, rəngarəngdirlər. Yox, qəşəng gizlətmə qabiliyyətləri var hamısının. Bax, niyə bizim cəmiyyətdə problemin həllindən bu qədər qorxmaq var? Niyə qaçırıq? Nədən qaçırıq? O xalçalar niyə bizə bu qədər doğmadı ki? Nəyimiz var? Süpürürük altına, otururuq üstündəki. Belə daha yaxşıdır. Dəyişiklik hər zaman qorxu gətirir. Dəyişiklik bizim komfort zonamızı dağıdır. Komfort zonamız nədir? Komfort zonamız bizim alışdığımız hava, şəraiti, yaşadığımız evin nizamı, hər kəsin sağlamlığı, gözəlliyi və hər şeyin qaydasında olduğu bir yerdir, bir məkandır. Orada nə tufan qopur, nə bərk külək əsmir, nə yağış damı dağıtmır. Necə deyərlər, orada rahatam. Orada Şinelin qəhrəmanı kimi hər gün işə gedirəm, gəlirəm, sakitdir və bir gün mən bir gün palto eşkinə düşəndə baxıb görürəm ki, bu palto həmin yaşadığım o komfort zonadan nə qədər fərqlidir. Və o şinelin arxasında düşdükcə, o paltonun arxasında düşdükcə, yavaş-yavaş bütün o əyriliklər, o nöqsanlar gözümə dəyməyə başlayır. Və mən başa düşürəm ki, mənim bütün həyatım səndə elə bu damıymış, bu paltoymuş, elə bu mübarizə imiş. Və bunun kökünə, psixoanalitik kökünə endikdə başa düşürük ki, bu bizə ta uşaqlıqdan yaradılan bir qorxuların, dəyişiklik qorxusunun kökündə yatır. Hətta dəyişiklik qorxusu haqqında çox sevdiyim bir cümlə var. Deyirlər ki, alimlərin fikri deyirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm İslam dinini gətirəndə Məkkə müşriklərinin onun peyğəmbərliyi ilə yox, dəyişikliklə problemlər oldu. Aha. Çünki dəyişiklik onların ənənəvi bütlərini, ənənəvi həyat tərzlərini dağıdırdı. İnsan ənənəvi həyat tərzinin dağılmasından çox qorxar. Fikir vermisiniz? Yağış yağanda bizim şəhərdə aləm necə bir-birinə dəyir? Hər şey bir-birinə dəyir. Bir damcısı düşür, hamı bir-birinə dəyir bizim şəhərdə. Bəli, bu yağış sadəcə olaraq bizim komfort zonamıza yağır. Ona deməli bu xalçalar bizim komfort zonamızdır. Qəşəngcə səririk. Nəyi var ötürürük altına deyirik ki, qoy bu xalça ilə burada da qalsın, altındakını görməyə ehtiyac yoxdur. Problemlərin kökündə ümumiyyətlə mən məsələyə tamam başqa cür yanaşardım. Bu başqa cür yanaşmanın kökündə psixologiyada müxtəlif travmalardan danışırlar. Özgüvənsizlikdən danışırlar, güvənsizlikdən danışırlar, dəyərsizlikdən danışırlar, natamamlıqdan danışırlar. Mən isə hətta ürəklə bu dediyimin altına imza atıram. Bunlar hamısı nəticədir. Bunların altında hamısının kökündə dərin qorxular yatır. Qorxular. Dərin qorxular yatır. Məsələn, o dərin qorxular bizə zaman uşaqlıq illərimizdən alışdırılıb və bu uşaqlıq illərində bizə aşılanıb ki, qorxunun sərhədlərinə çıxmaq kifayət qədər təhlükəlidir. Məsələn, heç unutmaram, seansların birində bir xanım mənə çox qəribə bir etiraf elədi. Dedi ki, kuklalarıma çoxlu paltarlar tikmişdim. O qədər çox idilər ki, anam onların hamısını gəldi, yığışdırdı və zibil atdı. Və mən ondan sonra düşündüm ki, dünyada bütün yeniliklər qorxuludur. Hə, görün, ana heç fikirləşməyib onu. Bəli. Amma uşaqda nə boyda travma var? Bəli. Və yaxud da ki, başqa bir seansda başqa bir təəssüratla qarşılaşdım. Orada xanım belə bir qəribə cümlə dedi. Dedi ki, mən azadlıqdan, azad olmaqdan, özümü ifadə eləməkdən, yaxınlarıma öz sözümü deyib onları öz fikrimi deməklə, öz fikrimi ifadə eləməklə, azad fikrimi ifadə eləməklə itirməkdən o qədər qorxuram ki, amma dedim mən onda azadlıqla mənim aramda tısbağanın qət eləyəcəyi qədər böyük məsafə görürəm. Və bu məsafədə mən bilirəm ki, mənim bu tısbağa kimi yayınmaq istədiyim asta yollandığım azadlıq əslində qaçdığım azadlıqdır. Özüm o azadlıqdan qorxuram. Bəli, o azadlıqdan qorxduqca, amma deyir, heç qətiyyən belə bir qorxunu da deyir, öz içimdə bəsləyirəm ki, axı mən tısbağıyam, bir gün kimsə məni kürəyi üstə çevirsə və beli üstə çevirən mütləq gələcək, bəs onda mən necə olacaq? Bəs yaxşı, bu qorxularımız elə cəmaət nə deyər qəlbinin içindədir. Biz bəlkə elə cəmaət nə deyəri özümüz üçün bayraq eləmişik, sadəcə olaraq pərdə kimi çəkirik gözümüzün qabağına ki, mən filan şeyi eləməyim. Əslində o bizim qorxumuzdur bəlkə. Gizlənmişik onun arxasında. Bəli, qorxular şuuraltı proseslərdən şuurüstü vəziyyətə keçdikdə çox qəribə bir şəkildə kamuflaj olur. Məsələn, mən əgər davadan qorxuramsa, mübahisədən qorxuramsa, hər zaman insanlardan uzaq gəzəcəm, tənhalıq seçəcəm. Çünki əslində işin
travmanın kökünə enəndə mənim insanlarla münasibətimin kökündə qorxunun yatdığını müəyyənləşdirəcəm. Və bu qorxular bütün həyatımıza asta o dediyiniz xalçaların ilmələri kimi toxunur və sonra cəmiyyətin istədiyi formada o rəngli xalça meydana çıxır. Ora kimlər ilmə atmayıb, orada dayı ilmə atıb, ora əmi ilmə atıb, orada ana hansısa bir son toxunuş eləyib, ata son toxunuş eləyib, hansısa bir cəmiyyətdə bir qonşu, bir şəxs hansısa bir kəlmə ilə ora öz müdaxiləsini edib. O öz müdaxiləsini elədikdən sonra cəmiyyətdə insanın öz mənindən imtina edir. İnsanın öz məni orijinaldır, təkrar olunmazdır. Ondan daha yaradılmayıb və yaradılmayacaq və yoxdur. O məşhur artıq ehkamlaşmış bir fikir var. Barmaq izi qədər identifikasiyası olan insanlar, orijinallı olan insanlar. Sonra insan çox qəribə bir şəkildə öz mənindən imtina edir. Fikirləşir ki, mən fikrimi azad dedikdə, məsələn, ana qarşıma çay süzdü. Mən çay içmək istəmirəm, mən çay sevmirəm. Anamın üzünə baxıram. Görürəm, anam mənim çay içməyimi gözləyir. Mənim 4 yaşım var. Mən anam məmnun etmək üçün çay içirəm və deyirəm, çox gözəldir. Amma halbuki mən çaya nifrət edirəm. Və yaxud da mən uzun illər kaşa yeməyin dəhşətini yaşamışam. Yəni, rutin olaraq, bir qayda olaraq hər səhər evimizdə o yemək hazırlanardı. Ona Azərbaycan dilində sıyıq deyirlər. Mən illərdir o yeməyi yemirəm. Amma mən illərlə o yeməyi valideynim məmnun eləmək üçün yemişəm. Tək mənim anam razı düşsün, o inciməsin, onun qəlbi qırılmasın. Və belə bizim həyatımızda yalançı mən deyilən bir mən formalaşır. O yalançı mən bütünlüklə köklənəcək ki, mən bugün burada yaxşı danışım, qərəfinin xoşuna gəlir. Və bu qərəfinin xoşuna gəlmək o qədər aktuallaşır, bütün həyatıma nüfuz edir, bu ilmələr genişlənir. Əvvəl balaca xalçadır, sonra böyüyür, yekələşir, zalları, böyük yerləri əhatə edən böyük bir xalçaya çevrilir. Sonra o xalçanı kürəyimdə ağır yük kimi gəzdirirəm. Hara getsəm qoltuğumda aparıram və hər gecə salıram. O xalçanın üzərində otururam. Orada çay dəmləyirəm. O adamların xoşu gələn çay dəmləyirəm. Halbuki kəndi oturanlar o qədər zəhləm gedir. Və onları məmnun eləyə və özümdə bax bu şəkildə bir yalançı mən inşa edirəm. Bu yalançı mənim 2 qütbü olur həmişə. 2 qütbü olur. Bir qütbü baxın fikrimin eyni bu qələm kimi kütdür və bu kütdə ideal mən var. Dünyanı öz bildiyi kimi şəklə salan bir mən. Xoşuna gəlmir, pozacaq, düzəldəcək. Özü nəzarət eləyəcək. Məsələn, bu ideal məni biraz xarakterizə eləyir. İdeal mən necədir? Məsələn, yəqin ki, münasibətlərdə görmüsünüz. Biri ilə 2 gənc bir-birinə münasibət qurur, onu motosiklet sürdüyü yerdə bəyənib. Amma müəyyən dövrdən sonra başlayır, onu hətta buna bir reis də çəkmişdilər. Xaricdə rast gələrsə bəlkə də. Sonra müəyyən dövrdən sonra motosikletdən düşürdür, onu maşına dəvət eləyir. Özünü inciləşdirməyə başlayır. Sonra onun əlindən qurtqasını çıxardır, sonra onun əlindən kostyum geyindirir. Bax, o ideal məndə pozur və o ideal mən onu düzəldir ki, tək ki onu atasının qabağına çıxardacaq şəxsə çevirsin. Bəs atasını məmnun eləyəcək adama çevirsin. Bunu sevir, amma bu forması ilə yox, atasının gözü ilə sevir. Və bu ideal mən, sonra ideal mənə bizim Azərbaycanda ən böyük məsələlərdən biri nədir? Kredit götürüb toy edilir. Kredit götürüb saysız qızıllar alırlar. Sonra toydan sonra cəmaata borclu olurlar. Bax, bu pozanla cəmaatın münasibətlərini və görüşlərini özləri haqqında düzəldirlər. Amma elə ki gəldi, toy bitib, hər kəs dağılıb və bu krediti ödəməyin vaxtı çatıb və insan yuvarlanır əhəmiyyətsiz, dəyərsiz mənə. Onun üçün bilirsiniz də, sərtdir. O yazacaq və o yazdıqca o dibə yuvarlanır, dəyərsizliyə yuvarlanır, pulsuzluğa yuvarlanır, mənasızlığa yuvarlanır. Artıq o toyda hiss elədiyi xoşbəxtlik hissindən səlamət qalmayıb. Ya da ki, məsələn, filan kəslər desin ki, mənim gözəl maşınım var. O maşını alıb 2 ay sürüb, həvəsi ölüb, amma 22 aydan sonra onun kreditinin ödənişləri başlayıb. Yenə də qələm yazır. Və bu qələmin bu ucu içində gedən əsl o karandaş insanın əsl özüdür. Ora gedib çatmaq uzun bir yol gətirəcək. Amma bu tərəf ideal məni, bu tərəfi nədir? Dəyərsiz məni. Və insan asta-asta buradan bura yuvarlanar, amma içəri daxil olana qədər bu əzabda gedər. Çölü parçalanır da onun. Bəli. İçərisi yaza, yoxla, çölü parçalana gedib axırda
öz Bəli. mənninə çatacaq. Bəli, çatacaqmı? O yolçuluğa gedəcəkmi? Bəzən insan sadəcə ideal məndə qalmağı seçər. Orada dayanır. Orada dayanır. O heç vaxt onun komfort zonasıdır. O bütün ömrü boyu kirayədə yaşayıram ən bahalı telefon modelini alır. Bundan əziyyət çəkən nə qədər adam görürsünüz? Çox. Onlar əsl mənlər haqqında düşünürlər? Yox. Onlar yenə də cəmiyyətin, o məmnuniyyətin, cəmiyyətdə necə görünməyin halındadır. Kapitalizmin ən böyük şüarı var. Kapitalizmin şüarı bilirsiniz nədir? Kapitalizmdə insan necə hiss etməyindən daha çox necə görünməyinə köklənir. Necə görünməyinə. Bu bayaq elə siz münasibətlərdən dediniz. Münasibətlərin indiki dövrün münasibətlərinin ən böyük problemi nədir? İçinə atmaq. Bu mənim xoşuma gəlmir bu gün. Bu hərəkəti mən demirəm. Gördüm bu əyridir. Gəldim, demədim fikrimi. Düzəltdim, çıxdım, getdim. Sabah yenə gəldim, gördüm əyridir. Düzəltdim, çıxdım, getdim. Bu gün atdım xalçanın altına, sabah atdım xalçanın altına. O biri gün xalça o qədər şişib ki, ayağım ilişir və mən xalçanın altındakı hamısını çıxardıb qoyuram stolun üstünə, başlayıram güpəməyə. Deməli, yalancı mənin bir trayektoriyası var. Bax, bu trayektoriya yer kürəsi kimi fırlanır. Baxın, bu karandaşı birləşir, yer kürəsi kimi fırlanır. Bu yer kürəsi kimi fırlandıqca bunu bir çarx, yalancı mənin çarxı adlandırırlar. İnsan psixoanalitik olaraq gedir, düşür o çarxın içinə. O çarxın içərisində başlanğıcda o yaxşı adamdır. O dözür, səbr eləyir. Siz demişən, hər şey süpürür xalçanın altına. Axı dünya fırlanır, Bəxtiyar Vahabzadə demişən. Dünya fırlanır və bu yalancı mən gəlib öz gözləntilərinin qarşılığını ala bilmir. Axı mən susuram, mən səni müdafiə edirəm, mən sənin üçün bu qədər qatlaşıram və mən susuram və sən bunu görmürsən. Mən bu yolu adlamışam. Və bu gözləntilər şişir və yalancı mən burada partlayır. Və burada bütün indiyə kimi elədiklərinin hamısı sadalanır. Mən sənin üçün bunu etmişəm. Toydan əvvəl sən mamon mənə bunu demişdin, mən keçdim amma sən keçmədin. Sən bunu bilmədin. Bəli. Yalancı mən gəldi çatdı. Yenə başladı dünya fırlanır. Yalancı mən bunu dedi. Böyük davalar qopdu. Hər şey oldu, bitdi və yalancı mənim peşmançılığı başladı. O axı yaxşı adam idi. Niyə onu pis adam eləyirlər? Niyə onun üstünə gəlirlər? Və o artıq obyekt yönümlü hərəkət edir. Onun üçün əsasən yalancı üçün bu şüar aktualdır. Kimsə mütləq günahkardır. Ya sən ya mən. İkimizdən biri günahkardır. İkimizdən biri günahkardır. Yəni heç vaxt bu prizmadan kənara çıxa bilmir. Bəlkə heç günahkar deyil. Onu necə müəyyən eləsinlər? Aysa, burada yalancı mən gəlir. Yenə başlayır. Burada davanı törədi baxın. Başlayır burada üzr istəməyə. Başlayır insanlardan üzr istəyir. Hətta onlara hədiyyələr alır. Sonra gedir onların könlünü alır. Başlayır yavaş-yavaş yaxşı adam roluna bürünməyə. Burada üzr istədi. Hər şey qaydasında oldu. Burada yaxşı adama çevrildi. Gəldi. Burada bu yaxşı adam prosesində hamının könlünü alınsa rahatladı. Rahatladan sonra başladı burada sıfırdan başladı. Yenə müxtəlif yeməklər bişirdi. Süfrəni açdı. Hər şey axşam yenə evdə onun yeməyinə nəsə bir muz qoydular, nəsə bir bəyənmədilər. Atdı, yenə getdi xalçanın altına başladı yekəlməyə və çarx fırlanır, dünya fırlanır, yalancı mən çarxından çıxa bilmir. Burada yalnız yalancı mənim çarxından çıxmanın yeganə yolu bu karandaşı götürüb bütöyə baxmaqdır. Niyə mən hər kəsi məmnun eləməyə cəhdəyim? İndi bu adam görür ki, artıq xalça təpələnib olub dağ. Bu xalçanı qaldırmaq lazımdır, altını boşaltmaq lazımdır, o yalancı məndən çıxmaq lazımdır və xalçanı qəfil qaldırsın, yoxsa yavaş-yavaş toz ala başlasın. Hansı daha yaxşıdır? Əslində bunun heç biri yaxşı deyil. İnsan dəyişiklikdən nə qədər imtina eləyirsə, hadisələrin dövriyyəsi dəyişir. Məsələn, əgər insan dəyişikliyə razı olmasa, könüllü razı olmasa, onda sürgün başlayır. Sürgün isə bu məcazi anlamda sürgündür. Sürgün isə dünyanın ən böyük qanunlarından biri, fizika qanunlarından biri olan entropiya ilə reallaşır. Entropiya nə deməkdir? Entropiya məhv olma deməkdir. Məhv olma dünyanın ümumi ab-havasının özünə xas bir xüsusiyyətidir. Məhv olma necə gedir? Biz beşikdə idik, sonra məktəbə gedirik. Sonra məktəb qurtarırıq, sonra gənc oluruq. Bu entropiya pillə məhvə, ölümə doğru gedir. Və bu ölümə doğru getdikdə maddi olaraq ölümə gedilən yolu mənəvi olaraq entropiyadan dönüş eləməkdən ötürü insan mütləq şəkildə öz inkişafa yönəlməlidir. Öz inkişafa yönələn zaman insanın qorxuları aktual olur. Məsələn, qorxular nədir? Bu qorxuları mən süfrə açarkən, hər kəsi məmnun eləyərkən düşünməliyim ki, ümumiyyətlə mən bu günlərim niyə
bir yemək əvəzinə 5 yemək bişirdim. Mənim qəsdim nə idi? Sual verilir. Sonra otururuq bir məclisdə, görürüm ki, mənim heç xoşum gəlməsə də bu çayı içirəm. Mən bu çayı içməyə bilərəm. Və yaxud da bəzən bunu insanlara deyədikdə, insanlar elə başa düşürlər ki, biz onları mübahisələrə ya da hansı bir davalara sürüklüyürük. İnsanlara üzərinə birbaşa söz deməyə köklüyürük. Yox, əslində əsla belə deyildir. Məsələ şuuraltı, psixoloji olaraq həll olmalıdır. Məsələn, əgər siz yenə də mən sözümü deyəcəm ki, kiminsə qışqırmağı seçirsinizsə, yenə də məğlubsunuz, yenə də yalançı məndəsiniz, yenə də qışqırmaqla ona var olduğunuzu göstərirsiniz. Əvvəl insan var olduğunu özü üçün təsdiq eləməlidir, özü bilməlidir ki, mən ümumiyyətlə varam. Mən özümü necə təsdiq edirəm? Mən özümü görə bilirəm. Mən Akaki Akakiyeviç kimi paltonun dalınca düşmüşəm, yoxsa ümumiyyətlə mənim dərdim özümdür. Ya da Ablomov kimi mən ümumiyyətlə bütün dəyişiklikdən imtina edərək özümü kəndə məhkum eləyəcəm. Və bu məhkumiyyətdə ən böyük məsələ bu karandaşın içindəkinə gedib çıxmaq lazımdır. Nəinki burada və ya burada fırlanma. Bunu lift adlandırırlar. Deyirlər ki, insan bax bununla arasında liftlə gedər gələr ya da bu əksinə belə olar. Amma insan ta bunun içinə gedib çatana qədər o dəyişiklik məsələsi aktual olacaq. O davamlı olaraq xalçanın altına süpürəcək. Amma bir gün oğlu içəri gəlib söz deyəndə atanın üzünə baxaraq otağına get deməyəcək. Bunu mən səni dinləyirəm. Mən səni dinləyirəm. Bəs yaxşı, bu dəyişikliyin bir yaşı var. Alimlər bildirirlər ki, insanda əgər yalançı mən inşa olunubsa, bu 30 yaşda partlayış verir. 30 yaşda insan iş yerinə imtina edə bilər. Bəzən bu tez olur. Oxuduğu universitet ata bilər. Hətta kənardakılar onu öz aləmində dəli də adlandıra bilərlər. Filan kəsin əlində o qədər imkanlar var idi. Və yaxud da iş yerindən, vəzifəsindən istefa verə bilər. Və bu bir üsyan, bir mənə doğru bir səyahətdir. Bu səyahət nə qədər tez başlasa, nə qədər tez özünə yer tapa bilsə, insan üçün ağrı o qədər az olacaq. Yüngül olacaq. Amma nə qədər yaş çoxalır, ümumiyyətlə 35 yaşdan sonra insanın qəbul etdiyi və imitasiya elədiyi hisslər insanın xarakterinin bir hissəsinə çevrilməyə başlayır. İnsanın xarakterinin bir hissəsinə çevrildikdən sonra 40 yaşdan sonra onun xarakterindən söhbət çətin bir hala gəlir. Çünki insanın xarakterinin bir detalına çevrilir o. Bəs bu imitasiya elədiyi hisslər dediniz. Onlardan nə nəzərdə tutursunuz? Yəni insanın bir həqiqətən hiss elədiyi şey var, bir də özün rola saldığı şeylər. Aha. İnsan onun sərhəddini ayıra bilmir 30 yaşından sonra. Deməli belə, bunu əgər qadınlar yönümündən baxsaq, biz baxırıq ki, mən burada özümü anam kimi apardım. Mən eyni anamın cümləsini qurdum. Və yaxud da özünü müşahidə edərək, və yaxud da baxır ki, belə qorxulu anda bibim həmişə özünü belə aparardı. Hə, çox qəşəng. Bu ən sadə yoludur. Deməli, insan özün kənardan baxıb müşahidə eləməlidir. Bəli, orada hər kəlmə. İnandırım sizi ki, bəzən insanlar deyirlər ki, o şuuraltı seanslar bəlkə də çətin olar, bəlkə də hansısa terapiyalara getmək bir təhlükəlidir. Ya da belə bir qorxulu bir şeylərdir. Amma inandırım o terapiyalara getmədən belə gündəlik olaraq öz nitqinizi araşdıraraq, həyata münasibətinizi baxarkən öz qorxularınızı müəyyənləşdirə bilərsiniz. Məsələn, hava istidir. Başlayırsınız şikayətlənmə. Hava niyə belə istidir? Niyə belə? Yaxşı, sual verək, görək. Sən nə cür bir məsələsi. Niyə sən ideal dünya təsəvvürünə hava uyğun gəlmədi? Axı sənin danışmağınla onsuz da hava dəyişmədi. Və yaxud da sənin gedib mızıldanmağınla və ya şikayət eləməklə marketdə qiymətlər dəyişmədi. Marketdəki qiymətlər sənin hansı qorxunu tətikləyir, hansı qorxunu üzə çıxardır, hansı məsələlər harda aktuallaşır. Və yaxud da sən bu çayı gətirərkən sən qarşındakının üzünə baxırsan, nəyə görə təqdir gözləyirsən? Sənə sağ ol demədilər. Sən nəyin xatirinə elədin? Bütün bu müsahibə və müşahidə insana asta-asta özünü kəşfə yönəldir. Özünü kəşfədə asta-asta o detalları söküb çıxartmağa çalışır. Bu detal atamdandır, bu detal anamdandır. Bu demək deyil biz atadan, valideyndən öz bağımızı kəsirik. Yox, nəsə götürməməliyik. Götürməliyik, amma götürəcəyik. Sadəcə olaraq biz o identifikasiyanın yeganəliyinə çıxırıq. Axı qərənfildən yoxdur. Qərənfil valideynlərinin birlikdə yaratdığı yeganə və unikal bir şəxsiyyətdir və bu şəxsiyyətdə həm atası var, həm anası var, amma bunlar o qədər azdır ki, çünki qələmin öz şəxsi identifikasiyası və xüsusiyyətləri daha qabarıq və daha çoxdur. Deyərdim ki, ədəbiyyatda öz komfort zonasını dağıdanlar içərisində ən unikalı Gerasimdir. Gerasim öz itini, mumunu çayda qovdu.
Bu bir spoiler ola bilər. Mən o kitabı hələ oxumamışam. Bu bir spoiler ola bilər. Amma elə kitablar var ki, onları spoiler olsa da, olmasa da oxuyacaqsın. Mütləq oxumalısın. O dəqiqdir. Çünki yəqin ki, sizə maraqlı olar ki, Gerasim niyə Momodan imtina elədi? Niyə? Bizim komfort zonadan çıxmamamıza əngəl olan şeylər bizim komfort zonamızda bizə əziz olanların var olmağıdır. Momo Gerasimi o kəndə bağlayan yeganə bağ idi. Onu o sahibinə, onun azadlığını buxovlayan yeganə bağ idi. Gerasim Momonu boğdu. Azadlığına olan əngəli aradan qaldırdı. Deməli biz məsələn hansısa addımı atanda öz valideynlərimizi gətirib qoyuruq gözümüzün qabağına. Mən bunu eləsəm, mənim valideynim vəziyyəti necə olacaq? Bəs o mənsiz nə edər? Ya da ki, mənim anam burdadır, mən buradan çıxıb başqa ölkəyə gedə bilmərəm. Bəli. Bunların hamısı bizim özümüzə qoyduğumuz bəhanələrdir ki, tək biz komfort zonamızdan çıxmayaq. Bəli. Əslində orada o qorxular bizim həyatımıza rəngin dəyişər, qarşımıza gələr. Məsələn, sizin qəzəbinizdən qorxuram, amma deyirəm ki, çəkindim sözünü kəsməyə. Axı bu etikasızlıqdır. Əslində qorxuram, qəzəbindən qorxuram və onu özüm üçün fərqli dəyişdirirəm. Və bir də bir mühüm bir məsələ var. Mühüm məsələlərdən biridir ki, yalançı mənim öz komfort zonasında dəyişikliyə qarşı böyük fantaziyalar var. O Gulliverin səyahəti kimi nəhərlər dünyasında yaşayır. Məsələn, gəlib deyər sizə ki, görərsən, mən bir gün $1 milyon qazanacağam. Amma heç vaxt onu qazanmayacaq. O nəhəng addımlar atır. Yoxdur, mən bu universitetdə qutaracağam, o villanı da tikəcəm, onu da eləyəcəm. Plan işlər dedim, onların addımları nəhəngdir. Amma uğur isə kiçik addımlardan başlayır. Kiçik addımlardan biri də budur. Görürsən, mən bu boyda cümləni və bu $1 milyon qazanıb kimin qarşısında özümü təsdiq eləmək istəyirəm ki, nəyi satın alıram? Deməli biz hədəf də qoyanda qarşımıza xırda hədəflər qoymalıyıq ki, çatmağımız asan olsun və hər çatmağımız bizə yeni bir təkan versin, növbəti pilliyaya qalxmaq olsun. Çünki yalançı məndən fərqli olaraq əsl mənim sahibləri dünyanı real qiymətləndirirlər. Onlara siz soruşsanız ki, məsələn, sən bu konfeti ala bilərsən, o mütləq şəkildə deyəcək ki, mənim pulum yoxdur ya da 2 manat pulum var. Amma yalançı mən deyəcək ki, konfet olaram, o yana da keçərəm. Yəni bugün o yana da keçərəm deyən o qədər elə yalancı vədlər verən insanlar var ki, onların heç biri bir gün Gerasim kimi Momo ilə üzləşmirlər. Bəlkə də heç vaxt rastlaşmırlar. Onda axırda belə deyək, xalçamız nə qədər rəngarəng olsa da, naxışlarına özümüz nəzarət eləməyi bacarmalıyıq. Valideynlərimiz bizi fizioloji olaraq, fizik olaraq dünyaya gətirirlər. Amma zehinsel olaraq bu xalçanı yenidən toxumaq bizim boynumuzdadır. Çox sağ olun.